barış səsi. Cabbar Əsgərzadə məruf idi Mirzə Cabbar Baxçıbana. O İranın ilk Kudakistan ya uşaq bağçasını qurduğuna görə Baxçaban ləqəbini qazanmışdı. Döhtür Möhsini Rza Şahın Azərbaycana qoyduğu vaxt Fərhəng rəisi Baxçabanı uşaqlar bağçası qurmağı üçün Tehrana təbid elədi və orada da zindana saldı. Baxçaban 10 il sonra lalkar uşaqlar üçün Səməkin əvvəliyyə nüsxəsini ixtira elədi. Dövlət bu ixtiradan da Kudakistan kimi himayət etmədi. 40 il sonra 2 Amerikalı Baxçabanın qurduğu Səməkin kiçiyini və pişrəftəsini öz adları ilə dünyaya ərzə etdilər. Baxçaban çoxlu türkü kitablar və nümayişnamə yazmışdı. O türkü kitablarının bir sırasını İrəvanda və bir sırasını da Müsəddiq dövründə çap eləyə bildi. Baxçaban türkü dilinə çox əlaqəsi var idi.